Yəhya müjdəsinin 21-ci fəsli dirilmədən sonraki həyatın necə olduğunu göstərən bir fəsildir. Burada uğursuzluq var, bərpa var, çağırış var və sevgi üzərində qurulan bir xidmət var. Bu fəsil bizə deyir ki, İsa dirildikdən sonra sadəcə şagirdlərə görünmür, həyatı və xidməti yenidən qurur. Bugünkü mövzumuz sevgi ilə bərpa olunan xidmətdir. Əziz bacı və qardaşlar, bu günləri Yəhya müjdəsinin son 21-ci fəslinə baxırıq. Dirilmə artıq baş verib. Amma sual budur, indi nə olacaq? Şagirdlər köhnə işlərinə qayıdırlar. İsa isə onları köhnə həyata yox, yenilənmiş xidmətə çağırır. Beləliklə 1-ci ayədən 3-cü ayəyə qədər görürük ki, şagirdlər balıq tutmağa gedir. Bütün gecəni çalışırlar. Nəticədə heç nə tuta bilmirlər. Bu çox tanış mənzərədir. Bəzən təcrübə var, zəhmət çəkirsən, amma məhsul yoxdur. İnsani güc ilə xidmət tez-tez boş torlarla bitir. Sonra 4-cü ayədən 6-cı ayəyə qədər görürük ki, günəş doğarkən İsa sahildə dayanıb. Amma şagirdlər onun İsa olduğunu bilmirlər. İsa onlara deyir, uşaqlar, yeməyə bir şey tutdunuzmu? Onlar xeyr deyə cavab verirlər. İsa yenə deyir, toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız. Eləcə də atırlar və o qədər balıq tuturlar ki, toru çəkə bilmirlər. Onlar itaət edir və möcüzə baş verir. Bu bizə öyrədir, arada məsafə ola bilər, amma İsa hələ də danışır və itaət bərəkət gətirir. Sonra 7-ci ayədən 14-cü ayəyə qədər görürük ki, onda İsa'nın sevimli şagirdi Yəhya Piotra bu Rəbdir söyləyir. Şimon Piotr onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltara bürünüb gölə atılır. Yazılır ki, onlar quruya çıxanda orada közərmiş ocaq, onun üzərində qoyulmuş balıq və yanında olan çörəyi görürlər. İsa əvvəlcə öyrətmir, danlamır, qayğı göstərir. Xidmət bərpadan əvvəl münasibətlərlə başlayır. Sonra 15-ci ayədən 17-ci ayəyə qədər görürük ki, İsa Piotrdan soruşur, məni bunlardan çox sevirsənmi? 3 dəfə bunu edir, 3 inkara cavab olaraq. İsa demir ki, niyə məni inkar etmişdin? Sadəcə soruşur, məni sevirsənmi? Və hər dəfədə cavab alanda Piotra deyir, quzularımı otar, quzularımı otar. Xidmətin əsası bacarıq yox, sevgidir dostlar. 18 və 19-cu ayələrdə İsa Piotra gələcəyi bildirir. Doğrusunu sənə deyirəm. Cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin. Amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq. İsa bunu ona görə söylədi ki, Piotrun necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bu, asan çağırış deyil dostlar. Amma bu, şərəfli çağırışdır. Bunu söylədikdən sonra ona ardımca gəl deyir. İsa heç vaxt ucuz şagirdliyi təklif etmir dostlar. 20-ci ayədən 23-cü ayəyə qədər biz görürük ki, Piotr Yəhyanın onların ardıca gəldiyini görəndə İsa'dan soruşur, ya Rəbb, bəs o necə olacaq? İsa cavab verir, qoy bu səni narahat etməsin, sən mənim ardımca gəl. Bu çox azad edici sözdür dostlar. Hər kəsin yolu fərqlidir. İsa deyir, sən mənə bax. 24-25-ci ayələrdə Yəhya deyir, bu yazılanlar bir şəhadət, bir şahidlikdir. İsa'nın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunları da bir-bir yazılsaydı, yazılan kitablar heç dünyaya sığmazdı. Bununla Yəhya müjdəsi bitir dostlar, amma hekayə bitmir. Beləliklə, Yəhya müjdəsinin 21-ci fəsli bizə öyrədir. Uğursuzluq son deyil. Sevgi yenə bərpa edir. İsa bugün də çağırır. Xidmət münasibətlərdən doğur. Bugün İsa yenə soruşur, məni sevirsənmi? Və sonra deyir, ardımca gəl. Dostlar, Yəhya müjdəsini bitirdik. Amma çağırış davam edir. İndi bizim növbəmizdir. Tanrı sizə bol-bol xeyir dua versin.